Bu bir sən olacaq, o bizdə deyirlər Həzrət Abbas şilləsi kimi, dənizində belə danq sənə. Kodak. Kodak. Yəni Kodak da. Kodak'tı da yani. Hə. Neyini bilər də başqa? Deyim də, yəni multisistem çıxdığı zaman hər şey yenilənir. İnsanlar hələ onların bir sloganı vardı. Film hər zaman öndə olacaq. Film deyə durmuşdular. Çünki lentlərini satmaq istəyirdilər. Evet, və nə oldu? Kodak sadəcə filmlərdə və yaddaşımızda, uşaqlıq yaddaşımızda qaldı. Tabii. Oldu mu elə bir şey? Oldu mu mənim? İkinci bir dənə də şapalaq dəysinmi? Dəysinmi? İkincisi də bilirsənmi nədir? BlackBerry. Sensor telefonlar çıxan zaman bunlar hər kəsə gülürdür. Hər şey, bu neyi quruşqada çıxartmışsınız? Hanı bu toxunacaq, bu sən deyirdi ki, bunun düymələrinə toxunduğun zaman, axı BlackBerry-nin özünün o unikallığı düymələrində o səslər. Unikal değildi ama. Va tem orasıdır. Biri var o unikal olaydı. BlackBerry unikal değildi. Amma zamanı görə yani unikal idi. adam barmağı sasiska boydadır barmağım. Yani BlackBerry-nin knopkası mənim barmağımın onda biri boydadır. Əzizim, zamanına görə. Zamanına görə. Ondan da əvvəl Motorola StarTech-lər var idi. Başımız boydaydı. Yəni belə fırraçı tutacaq. O tərəfə gelirik. Yəni o boyda telefonlar çıxıyor. Belə bir şey var. Ya Məhəmməd, alət kimi baxmasan, Sizə qanun duracağım. sən uçurumdasan. Yox, mən deyərdim ki, yox. Çünki Alət kimi baxmıyorsan. AI-ya mən alət kimi baxıram. Yox, o söhbət var. AI-ya alət kimi baxıram. Alətdir Amma zaten. necə bir alət kimi baxıram? Mənə köməkçi kimi. Mən bir yerdə ilişdimsə, Tamam, uşaqlar özü dedi. bir çıxış yolu axtarmaq üçün baxıram. Mən birbaşa girib oradan vizualı mən istəmirəm. Vizual yaratmıram. Vizual çünki özüm tez bazar yarada bilirəm. Sürətimə inanıram. Razıyam, amma Hətta belə bir iddia eləyirəm ki, yəni məndən sürətli dizayner qəbirdədir. səni söz də atdı getdi, ev yoxdur. Sübut edərik. Öyrəndiyi materialların arasından sənin istədiyin stilə yaxın olan şeyi götürür, kopyalayır. Tamam. İstədiyin elementi əlavə edir ora, onu kopyaya uyğunlaşdırır, merge eləyir və sənə verir. Bundan əvvəlki dizaynerlər də Müqəddəs Məryəmin övladları idi. Yəni heç biri kopyalamırdı. 1999-cu ildə Matrix filminin birinci hissəsi çıxdığı zaman 99-2000-ci illər idi mən bildiyim qədər. O filmin vizualları yəni tarixin şedevr vizualı sayılırdı. Yəni olmayan bir şeylər etmişdi. Tam metrajlı çizgi film. O nə qədər elədim tapa bilmədim o adamı. Bir dəfə qabağıma çıxdı. Reels'larda şeyləri, shorts'larda qabağıma çıxdı o adam. Ki debatdır. Qarşısındakı adam çox güman ki kinematografiyaçıdır və deyir ki hələ ki süni intellekt tam metrajlı çizgi film düzəldə bilməz. Ki həqiqətən də bu elədir. Tam metrajlı çizgi film minimal olaraq indie, yəni müstəqil düzəldən insanlar üçün, müstəqil indie yapımcı deyirlər türklər, müstəqil düzələn layihələr üçün, müstəqil layihələr üçün ortalama 60 dəqiqənin üstündə olmalıdır. 60 dəqiqədən yuxarı. Yüksək productionlar isə uşaqlar üçündürsə 70 ilə 90 dəqiqə, böyüklər üçünsə 90 ilə 120 dəqiqə arasında olmalıdır. Nice. Hazırki dövrdə süni intellekt 1 dəqiqəlik videonu belə verə bilmir. 15 saniyə bunun maksimumudur, ölə verir. Saatlar çəkir. Tamam. Bu yetim qoy bir doğulsun, bir yerisin, iməkləsin, bir başlasın da. Sadəcə hansı ssenariyədə onların müəllif hüququ ola bilər? Süni intellektin insanları idarə etdiyi ssenaridə müəllif hüququ ola bilər. Fəlakət ssenarisində ancaq onun müəllif hüququ ola bilər o vizualların. Onda da ki narahat olmayın, siz də olmayacaqsınız. Adamın ürəyi doluydu ya, vallahi danışdıqca danışdı. Dövrün vizualları, məsələn belə bir şey deyim də sənə. Dövrünün vizualları deyirik də. Elə bir dövr var ki, amma vizuallar heç vaxt köhnəlmir, deyim sənə.
Viktoriya dövrüdür. Viktoriyadan sonrakı Art and Craft dövrüdür. Həmin o vizuallar heç vaxt köhnəlmir. Hər dəfə alıcısı var. Hər ildə, hər bir şeydə alıcısı var. Məsələn, konstruktizmdə, yəni SR-nin istifadə etdiyi, əsas olaraq istifadə etdiyi konstruktizm. Yəni hər zaman alıcısı var. Hətta indiyə qədər spiçka korobkalarında, Azərbaycanın spiçka korobkalarında konstruktizm məsələlərindən istifadə olunur. Tamam da o da baxır harda. Hansı müəssisələrdə, hansı dövlətlərdə, hansı yerlərdə. Yəni illər keçsə belə yenə də köhnənin alıcısı var. Var, o həmişə olacaq da. Dəb məsələsi kimidir də mənim. Məsələn belə bir şey deyim də, adı nədir? Arts and Craft başlamamışdan, Arts and Craft deyirəm, Viktoriya dövrü gotik dövrü sayılır. Gotik dövründə. Bu gotik dövrdə də ki, də adı nədir? Bəzi sağ olsunlar dizaynerlər, kilsə yönümlü dizaynerlər bir dənə şey qəbul eləyiblər ki, əyrili idi, yumru xətti, yumruluq vardı, nə bilim, əyri nə varsa şeytan işidir. Tövbə estağfurullah. Hə, əyri nə varsa şeytan işidir. Hətta asimetriya belə şeytan işidir. Amma sonda Viktoriya dövrünün sonunda, ikinci Viktoriya dövrünün sonunda Arts and Craft üslubuna keçid zamanı həmin o kilsədə əsas söz sahibi olan dizayner özünə asimetrik kilsə pəncərəsi düzəltdirirlər. Başlayıblar cizgi film çəkməyə. Tam metrajlı olacağına və Hollywoodda yayımlanacağına söz veriblər. AI ilə. Və 9 ay çəkəcək. Artıq 8 ay, yəni oktyabr ayındayıq indi. Mən onu oxumuşam sentyabr ayında. İnanıram. Edə biləcəklərinə inanıram. Sonra 9+9 söhbəti var da, o 9-cu ayda 9 ay çəkəcək söhbəti. 30 milyon cəmi büdcəsi olacağını deyirlər. İstehsal büdcəsi. İnanıram olacağına. Niyə marketing büdcəsi bəs. Qurban olum. O Farmagedon var idi, xəmirdən düzəldilmə oyuncaqlarla şeylər çəkmişdilər. Aha, bax belə. Yəni 6.7 IMDb-si var. Və büdcəsi 29 milyondur. Yəni qrubu qabarı 30 milyondur, marketing büdcəsi daxil. Və Hollywoodda da yayımlanıb həmin o cizgi film. Yəni indi eləyirlər ki, cizgi filmlərindən ucuzdur, çoxundan ucuzdur. Qardaş, ucuz zat deyil, bahadır. Bu Barbie filmi kimidir. Yəni 150 milyona çəkilib, 200 milyon büdcəsi var. Marketing büdcəsi var filmin. Kaştanova. 18 səhifəlik komiks yazır adam. Soxuşdurur ki, hər şeyi mən eləmişəm, vizuallara qədər mənə aiddir. Axırda məlum olur ki, vizuallar səndəmə adı nədir, Midjourney ilə hazırlanıb. Və ona görə də müəllif hüquqları tamamilə ləğv olunur.